Selamünaleyküm dostlar. Bu günləri yepyeni bir One Man Squad videosuyla karşınızdayım. Etkinliği alanında da güzel bir şekilde işimizi ettik. Adamlar da geldiler. Bir tane test silah, qəşəng 2 dənə UMP'ni də tapdıq. Bunu alaq bir dənə. Aha. Qoy bir dənə Uzi'ni götürək buradan. Sənə Uzi'ni dabitiv atacaq. Qəşəng kaskelerimizi götürək, keçək qabağa. Qəşəng 20 nəfər adam var. Qabaqdan səs gəlir. Qapıya bir dənə bomba ataq görək. Arxadan da adam keçdi. O adam buna aşıqsız oynayır deyəsən. Bu e-sporcu abimizdir. Bunu bir dənə vuraq. Qabağa bir dənə bomba yoxlayım. Qapının ağzındadır deyəsən. Sisdə olmalı deyəsən. O da bomba çəkib. Atdıq, qaçdıq. O saniyəsiz atmışdı bombanı. Üzbözdə adam var deyəsən. Xırda... Aha, düzdür elə. Təxminim düzdür. Bombanı ata bilmədik. Molotov atdılar. Yandıq. Böyük ihtimal öldük. Amma yenə də biraz çaba göstərə görə bəlkə aldıq buranı. Bura bir dənə tez molotov ataq. Molotov yaxşı çox yığmışam. Всё, onların girişini bağladıq. Aha, əsas bu idi. Əsas bu pompalı idi. Bunu aldıq, всё, o birisi rahatdır. Səhv oynadılar. Dal qabaq gəldilər. İkisi bir yerdən gəlsəydi bəlkə alardılar. Aynen, bunu da aldıq. Qəşəng son 2 nəfər qaldı. Lootumuzu da atdıq, qəşəng canımızı basaq. Burada yuxarıda da adamda. Səhv eşitmədimsə buradan səs verdi. Plakənin yanında. Bir dənə bomba yoxlayaq buna. İçəriyə girdi, onu yinədir. Yox. Aha, qəşəng. Bunu aldıq, son 1v1, o da qabağımızdadır. Onda 10-cu bu dəfə bombaya tutuzdurarıq da, güman edirəm. Qaçdı. Bomba qutardı, bir dənə molotovumuz qaldı. Molotovdan da qaçdı. Heyf oldu o qədər bomba molotov. Neysə, oynayaq görək. Face to face apara bilərik. Bunda bomba var, bunu götürək. Qəşəng. M200 ilə olduğuna görə Uzi ilə rahatlıqla aldıq. Lootumuzu ataq, ortanı açaq, sonra çıxaq buradan. Qəşəng etkinlik alanı təmizlədik, ortanı açdıq, P90 M4 ilə çıxdıq oradan. Düşək görə yan etkinliklərdə adam var, yoxsa yoxdur deyəcəyim anda bir nəfər gördüm, səslər də gəlir. 2 nəfər ən azı var. 3 nəfər var qəşəng. Bizdən əlavə. Qabaqdan bir dənə nak oldu. Jaguar bir nəfər nakladı. Görək. Aha. Amma belənsə baygınları sevirəm də. Qəşəng. Kişili verdi bizə. Bir dənə buradan qarşıya keçək. Bura tutuna bilərəm də. Всё. Bu da mənim sizə yaxşılığım. Bir dənə qəşəng taktika vermiş oldum sizə. Buradan belənsinə o yan bu yana keçmək olur. Bəlkə də bilirdiniz. Uzaqdan səs var. Botdur deyəsən, ona baxaq. Qaçdıqda vuraq onu. Biraz gecikdim. Biraz tez baxsaydım ora. Onu da alardım. Aha. Sən bombaya getdin də. Adamlar niyə bu qədər hərəkətli deyə? Necə də rahat gəlib dipini götürə bilir oradan. Düş bu bombaya görüm. Bum. Qəşəng. O birisi də səhv eləməmsə qabaqda olacaq dediyim anda qabağımdan keçdi.
Baygınımız pilləkənə getdi. O gözümdən qaçmadı. Bir dənə molotof ataq ora. Yanacaqlar ikisi də. Dedi, adam da yandır, adam da yandır. Geçək. Bu etkin yalanı da təmizlədik. Geçək. 10 leşimiz var. Da burada durmağın adı yoxdur. Yavaşdan gedək. Qabağa qaldırmada adamlar olar bəlkə də. Oradan oynayaq. Onu eləmə. Qəşəng. Yaxşı canımızı qurtardıq. Bir dənə prosto ala bilmədik bunu. Ala bilsəydik əla olardı. Sağdan da sıxan var. O məni qorxudur sözün açığı. Bota da oxşuyur. Bota oxşamır da. Belə arada qalmışam qəribə. Qayada da deyəsən. Dəvəni atsaq belə çıxa bilmərik dəvəni. Qəşəng baygınımızı aldı. Baygın verdik. O adam bunu soldan getdi deyəsən o adam. Qoymaram baygın. Qoymaram baygınım alasız. Mən adam bayım, siz baygınımı çəkəsiniz. Elə şey olar. 5-56 lazım olacaq. Bunları yığaq. Buna bax elə. Nə qədər də girib bölümdən spreyləyir adamları. Səydi mənim baygınım olmaq istəyən. Neyse. Belə bir sprey atmadım, siz də görmədiniz. Çox bərbad bir şey elədim də mən, neyse. Hələ də fikrim o qayada deyə, oradakı çox pis qorxutdu məni. Paraşütə baxırdım, fikrim qarışdı, bu adam rahat keçdi. Amma ora qədər. Oradan sonrası yoxdur, qaça bilməz əlimdən. Etkin yalanı təmizlədik, yuxarını aşağını. Etkin yalanın ətrafını da təmizlədik. Gedək qabağa paraşütlə düşəni də vuraq. Buralığa bir yerə düşdü də o adam. Altımızdadır. Hara baxırsan? Üstəyəm də mən. Qaldırması var, bunu çəkməliyik. Oy, qəşəng sprey getdi axı. Aha, gördüm səni. Arxadan vururlar. Tez almalıyam. Hə, arada qalmaq çox bərbad bir şeydir. Az qala getmişdik. Yaxşı qurtardıq. Mən sən bayaq vurmamışdım. Qəşəng baygını da çəkdik. 17 leş getdik. Buna bax hələ. Arxadan gəlib mən ala biləcəyim fikirləşdin də. Elə bir şey fikirləşdin. İçəri getməsin də, oyun getməsin. Dabit atma. 3 nəfər qalıb 18 leşim var. Bir dənə mən çatdırım, özümü qaldırım. Səni alacam. Can basmasam belə səni alacam da, yəni ki. Oy. Mal imiş. Bəxtdən mal imiş. Qəşəng. Dedim də səni can basmasam belə alacam. 2 nəfər qaldı. Bunlar da böyük ehtimal bu xarabalıq kimi yer var, ruins kimi yer. Şəhərci oradadılar. Adamı gördüm deyəsən, eynən gördüm. Maşın dayan. Maşın dayanmadı. Bəxtdən bu da biraz anormal oyuncuydu da, yəni ki, yoxsa başqası qolu olan biri olsaydı ölmüşdük. Son 1v1. Yəni başqa yer yoxdur, açıqlıqda. O da buradadır. Amma harca pusub da. Bıçaq yoxdur, o zaman xəncərdi nədir, o yoxdur. O olsaydı rahat axtarardım adamı. İndi qalmışam belənçinə. Qorxa. Neyse, oyuna da uzaq başı ölərik. Əlimizdə P90'dır. Aha, səs verdi.
E-sporcu qardaşımız, e-sporcu. Orada elə oturacaqsan. Burada belə oturacaqsan. Çıxacaqsan, vuracaqsan, girəcəksən. Çıxacaqsan, vuracaqsan, girəcəksən, alacaqsan və Fatih olacaqsan. Onu da ala bilmədin heç. Nəysə, çox əsəbləşməyək. Bir videomuzun da sonuna gəldik. Videonu bəyəndinizsə bəyənməyi, kanala abunə olmağı unutmayın zəhmət olmasa. Gələn videoda görüşmək üzrə. Bye bye.